Salam cənab treyderlər və investorlar. Sizinlə layihə sistem, Guru Markets şirkət haqqında qısa məlumatlarla başlayaq. Maraqlanırsınızsa dayana bilərsiniz. Sözü gedən təşkilatın hər bir göstəricisine daha ətraflı baxmağı təklif edirik. İndi sizinlə şirkətin əsas göstəricilərini müqayisə edəcəyik. Tesla Inc. Ticker TSLA. Bu baxış 4 iyun 2025-ci il tarixinə olan məlumatlara əsaslanır. Təsnifata görə Guru Markets şirkət Tesla Inc. alt kateqoriyaya aiddir. Elektric müqayisədə 53 təşkilat iştirak edir. Bu çox təmsilçidir. Tədqiq olunan şirkət üçün nəticə 10 baldan 4 yıl. Alt kateqoriya üzrə orta bal 3,6 bal. Geniş şəkildə baxsanız, ümumilikdə bütün ABŞ bazarında. Bütövlükdə bütün bazar üzrə orta xalın 1,8 bal olduğunu görmək olar. 3-ün 4 xala qarşı Tesla Inc. Şirkətin səhmlərinin qiymət hərəkətinin müqayisəsi Tesla Inc. və alt kateqoriyalı şirkətlər. Son 12 ayda şirkətin səhmlərini görə bilərik. Tesla Inc. 92,5% dinamika nümayiş etdirib. Alt kateqoriya üzrə qiymət dinamikasına qarşı 88,1%. Şirkətin bazar kapitallaşması Tesla Inc. 1,107,22 milyard dollar dəyərində qiymətləndirilib. Alt kateqoriyanın bazar kapitallaşması 1,211 milyard dollardır. Şirkətin balans dəyəri 74,37 milyard dollardır. Və alt kateqoriyanın kapitallaşması 101 milyard dollardır. Birja səhmlərini və balans dəyərini müqayisə edərək aşağıdakıları görə bilərik. Paylaş Tesla Inc. alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə isə 91,93% təşkil edir. Balans dəyərinin kapitallaşması 73,617% təşkil edir. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi PIS -1 bal. Tədqiq olunan təşkilatın maliyyə öhdəlikləri 13,85 milyard dollar təşkil edir. Balansın kapitallaşdırılması üzrə maliyyə öhdəlikləri kapitalın 18%-ni təşkil edir. Şirkətin borc səviyyəsinin reytingi yaxşı 1 bal. Şirkətin bazar dəyərinin mənfəətə nisbəti 173,9-dur. Alt kateqoriya üçün orta 0 ilə. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin qiymət qazanc nisbəti çox yaxşıdır, 2 bal. Son 12 ayda mənfəət 6,367 milyon dollar olub. Növbəti 12 ay üçün forward mənfəəti şərti olaraq 9,548 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Alt kateqoriya ilə müqayisədə proqnozlaşdırılan gələcək mənfəətin göstəricilərinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 11,6-dır. Alt kateqoriya üzrə orta göstərici 7,7-dir. Bazar qiymətinin gəlirə nisbəti göstəricilərinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi TOLED -0,5 bal. Son 12 ayda gəlir 95,710 milyon dollar olub. Növbəti 12 ay üçün forward gəliri şərti olaraq 127,6 milyard dollar olaraq qiymətləndirilir. Gözlənilən gələcək satış göstəricisinin alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Satış marjası 6,6% təşkil edir. Alt kateqoriyada orta göstərici -8,8% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə marjinallığın qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayında şirkətin payı 45,46% təşkil edir. Bu, bazar kapitallaşma payından 103% azdır.
Şirkətin bir işçisinə düşən bazar kapitalının məbləği $8.812.000. Alt kateqoriyada isə $4.343.000 var. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən kapitalın həcminin qiymətləndirilməsi. Keçərli 0 bal. Şirkətin bir işçiyə düşən mənfəəti $50.700.000. Alt kateqoriya üzrə orta hesabla -$49.700.000. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi. Yaxşı 0.5 bal. Təşkilatın bir işçisinə düşən satış həcmi $762.000. Alt kateqoriyada $563.000. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin ayrı-ayrı işçisinə düşən satış həcminin qiymətləndirilməsi. Yaxşı 0.5 bal. Qısa müddətli əməliyyatların həcmi 3%, alt kateqoriya üzrə orta hesabla 3.6% təşkil edir. Texniki göstərici ROAS 14 şirkət üçün %60 səviyyəsini göstərir. Tesla, Inc. Alt kateqoriyada bu səviyyə təxminən 59%-dir. Şirkətin faktiki səhmlərinin dəyəri təxminən $344. Şirkətin səhmləri üçün konsensus qiymət təxmini təxminən $309. Sizin üçün mövcud olan sifariş cədvəlinə baxaq, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli əvvəllər müəyyən bir mövsümdə qiymətləndirmə məlumat və arayış sistemi tərəfindən qəbul edilmiş bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Səhmlərin təhlilinə əsaslanır. Tesla, Inc. Qiymətləndirmənin məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edilir. Sifariş açmayın, çünki bu video baxışdır. Bu videoya baxdığınız və məlumat və yardım sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets.